bu gün paylaşaq, görək bu verilişə neçə nəfər baxacaq. Sonra da digər Pepe'nin mahnısını oxuyan bir xanımın videosuna neçə nəfər baxacaq deyə. Kimin mahnısını oxuyan? Hər kimin. Bəxtiyar müəllim, kimin? Yəni, Pepe. TikTok'da gündəm olan bir xanımdır Pepe'nin mahnısını oxuyur. Siz niyə onu bilirsiniz? Demək siz də baxırsınız da. Bilməlidir də, necə? Mənim işim budur, mənim Nə? işim araşdırmaqdır. Pepe'yə qulaq asmaq? Araşdırmaq da hər şeyi görməkdir cəmiyyətdə. Maraqlı. Adına qədər bilirsiniz, yəni belə detallı. Mən sizə qibtə elədim ki, bu qədər vaxtınız var. Yox, Elçin müəllim, TikTok bilirsiniz, alqoritma həddindən artıq o qədər o musiqi yayımlandı ki, Azərbaycanda, yəni baxış sayına ulaşdı. İstəsən də, istəməsən də sənin önünə çıxır bu, cəmiyyətin bundan xəbəri olur. Mən də TikTokda fəalam, mənim qarşıma çıxmayıb, çox maraqlıdır. Hə, ola bilər çıxmayıb, amma mənim qarşıma çıxıb baxmışam və öz yayımladığım videodan sonra, məsələn, baxış sayına baxıram, o videodan sonra da baxış sayına baxıram, baxıram ki, mən yanlış yoldayam. Cəmiyyət belə formalaşır. Yəni, bu günlərim şagird, oxuyan bir adamın, bir aliminin heç bir dəyəri olmadığını görəndə, müəllimin heç bir Baxış dəyəri sayı olmadığını məncə dəyəri göstərə bilməz axı. Bilirsiniz, Bəxtiyar müəllim, bax, indi siz dediyiniz bu məsələlər, cəmiyyət fərqli cür formalaşır da artıq və bunda sosial medianın böyük önəmi var. Oyunların böyük önəmi var. Bu gün oynanılan oyunlarda mən... Gələcəm, oyunları mən özüm saxlayıram, ayrıca bir müzakirəyə ehtiyac var.